Kərbəla ziyarətinə gələn ziyarətçilərin daha çox rastlaşdığı suallardan biri də Məhəmməd Füzulinin qəbri Kərbəlada hansı hissədə yerləşir, hərəmin hansı hissəsində yerləşir və Məhəmməd Füzulinin qəbrini biz necə ziyarət edə bilərik? İndi bu çəkilişdə istərdim ki, Məhəmməd Füzulinin qəbrinin hərəmin hansı hissəsində olmasını təqdim edim. Biz hal-hazırda İmam Hüseyn əleyhissalamın hərəmindəyik. Bu gördüyümüz yer İmam Hüseyn əleyhissalamın məzarıdır. Biz isə İmam Hüseyn əleyhissalamın zirəhindən qiblə istiqamətinə Babul qiblə, yəni qiblə qapısına tərəf hərəkət edilir. Bu çıxışın adı 1 nömrəli qapı Babul qiblə adlanır. Nəzarət yoxlama hissəsinə çatana dək qiblə istiqamətinə doğru hərəkət edilir. Nəzarət yoxlama hissəsinə çatanda sol küncdə Füzulinin qəbir daşına çatmış olursa. Bura kişilərin giriş-çıxışı olduğundan bu istiqamətdə ancaq kişilərin ziyarət etmək imkanı olur. Xanımlar isə İmam Hüseyn əleyhissalamın hərəminin sol tərəfindən Babul qiblə, yəni qiblə qapısını soraq etməklə girişə yaxınlaşdıqda sağ küncdə Füzulinin qəbir daşını aydın görə bilərlər. Füzuli təkcə bir şair deyildi, o Əhl-i Beytə vurğun bir aşiq idi. Ömrünün son illərində Füzuli Kərbəlada yaşayır. Deyilənə görə ziyarətə gələn insanlara burada xidmət edir, səqqalıq edir, hərəmə gələnlərə su paylayarmış. Bu onun üçün sadə bir iş deyildi, bu imam yolunda bir xidmət idi. O bu xidməti könüldən eşqlə görürdü. Füzuli miladi 1556-cı ildə bu torpaqlarda Kərbəlada vəfat edir. Onun qəbri də burada İmam Hüseyn əleyhissalamın ziyarətinə gələn ziyarətçilər tərəfindən hörmətlə yad edilir. Füzuli burada yaşadı, burada xidmət etdi və burada dəfn olundu. Onun həyatı Əhl-i Beyt yolunda bir xidmət nümunəsidir. Füzulinin həyatı, təvazu və sevgisi bizə bir şeyi xatırladır. Əhl-i Beyt qapısına üst tutanların, məhəbbət göstərənlərin məqamı uca olur. Allah bu böyük şəxsiyyətin ruhunu şad edəsin və Allah bütün arzusunda olanlara Kərbəlada İmam Hüseyn əleyhissalamı və Füzulinin qəbrini ziyarət etməyi nəsib etsin.